Bayaq onu deyirdim ki, deməli, qoy bütün Azərbaycan xalqı içlərində yəqin ki 1% qeyrətlilər var da, 99% bir qeyrətlərdən ibarətdir. 1% də qeyrətlidirlər də, yəqin ki Tofiqin haqqını sayını itirməyənlərdir, Tofiq babamın. Hansı əsl şəhidlər, qazilər ailəsi, əsl qaçqınlar, köçkünlər ailəsi, da bu Məhəmmədi Kürdaxanı, Sürtüklər məhəlləsi yox, Araz marketa kimi 11-ci bina, 12-ci bina, yəni 12-ci, 13-cü bina, 13, 14, 15 itaqdəli də şeyə qədər, Araz marketa qədər, yəni. Bunlar hamısı niblaqadarını tıvarlar, Tofiqin haqqını sayını itirən, yalanan özlərini şəhidlər, qazilər adı altında oturan bir əcinli ifritlərdirlər də, elə bir ki ermənidirlər. Bunlar erməni təcavüzünə məruz qalıb Azərbaycana göndərilmişlər, başda qırxılıb Azərbaycana göndərilmişlər sülaləsi. Kamran Razmavar da tərifləyir Azərbaycan xalqını, Qarabağlıları. Hansını tərifləyir? Qarabağlının neyini tərifləyir bu Kamran Razmavar ki, Asimanlar, Göylər tərəfindən bu ermənilər bir bəla idi gəlmişdi Qarabağ. Çünki gəlsin onların başlarına, heç bir dünyada belə şey olmadı. Bir dənə Azərbaycanda Qarabağda oldu. Nəyə görə oldu? Yəqin orada görünələrdən çıxırlarmış ki, ondan olmasın. Bu pozğunlar, əxlaqsızlar sülaləsi, bu Qarabağlı deyib gezən özlərinə. Bu köynədən Qarabağlılar qalan, babamın dostlarından danışmıram, tanışlardan, bu köynədən qalan Qarabağlı, Bakıda qalanlar var ya köynədən, onlar heç, onlar əsl kişidirlər, babamın haqqını sayını itirməyənlərdirlər. Bu köhnə vaxtdan qalanlar, Sovet dövrünə. Bu hansı ki Xocalıdan sonra gəldilər, töküldülər bura. Bakımızı gül kimi, Bakımızı güdaya verdilər. Bu özlərinə Qarabağlı deyib, bütün Bakımızı nə günə qoyublar da tərifləyirsiniz. Neyini tərifləyirsiniz? Çingizi öldürüb gəlib burada oturan, Tofiqin haqqını sayını itirən qaçqın köçkünləri, Azərbaycan murdar bir xalqını, 99%-ni, 1%-i qoy bilsin ki, bu məcburi köçkün, qaçqın deyənlər özlərinə burada yaşayan Məhəmmədi Kürdaxanı bir bürünüb gəzən Pataskuxalar məhəlləsidir. Yəni bu Asobinli, bunlar hamısı. Bu Xocalı Slesardır, nədir, bilmirəm nədir, orada işlədir. Onun yanında salon var, bir sanki bir plitondur. Oradan ancaq Pataskuxalar gedir, gəlir bizim binamızda oturur. Gəlib oturub cürbəcür pozğun səslər çıxardır. Biz görürük bir ildən çoxdur da burada yaşayırıq.